Gördüyümüz bütün əşyaları ilə birlikdə Kristal Abşeron 2 yaşayış kompleksindən mənzil təqdim edirəm sizlərə. Mənzilimiz 62 kvadrat metrdən ibarətdir, qanuni 2 otaqlıdır və bütün əşyaları ilə birlikdə satılır. Təqdimata başladıq qonaq otağından. Bina tam yaşayışlıdır, 2 ədəd sürətli lifti var. Mənzilimiz mansard tipli mənzildir, dəyərli izləyicilər. Təbii ki, mansard tipli olmağına görə qiymətdə fərq var. Yəni bu mənzilin bir mərtəbə aşağı olduğu kvadrat 20.000 bahasına satılır. Bu mənzilimizdə bütün mansard tipli olmağı, hər bir şey nəzərə alınıb, qiymət təyin olunub və tam əşyalı şəkildə satılır. Gördüyümüz əşyalar hər biri qalacaq. Mənzilin istilik sistemi kombi sistemdir. Kombisi, radiatoru hər biri quraşdırılıb. Bura giriş hissəsidir. Dəhlizimizdir, əsas giriş qapısıdır. Giriş qapısından daxil olarkən solda sizlərə təqdim etdiyim geniş işıqlı qonaq otağı, bu hissədə yataq otağı yerləşir. Dəyərli izləyicilər, qeyd edim ki, bina 15 mərtəbədən ibarətdir, mənzil yerləşir 15-ci mərtəbədə. 14-cü mərtəbəyə qədər lift qalxır, bir mərtəbə ayaqla qalxırsan. Davam edirik təqdimata. Digər hissələrlə burada yerləşir mənzilin sanuzel qovşağı və bütün aksesuarlar hər biri quraşdırılıb. Gördüyünüz şəkildə. Bu hissədə mətbəxdir. Mətbəxdə də gördüyümüz bütün elektronika daxil əşyalar hər biri qalır. Xırdalan şəhərinin mərkəzində Abşeron icra hakimiyyətinin yaxınlığında Kristal Abşeron 2 yaşayış kompleksində yerləşir. Gördüyümüz kimi kombi quraşdırılıb burada, qaz sayğacı və prospekt yolunun tam kənarındadır. Baxın, binanın qarşısından şəhərə işləyən avtobuslar, taksilər birbaşa hərəkət edir. Kondisionerinə qədər hər bir əşyası qalır, gir, yaşa vəziyyətdə satılır. Bir daha qeyd edirəm sizlərə, mansard tipli mənzildir, kubçalıdır, kubça hazır, əldədir. Və axırıncı, sonuncu mərtəbə olduğu üçün qiymətdə nəzərə alınıb. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTokdan izləyə bilərsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz. Bu günə bu qədər. Növbəti çəkilişdə görüşənədək.